Uşaqlar, baxın 5 növ tipimiz var. Məsələn, A-ya verirəm, A bərabərdir 5. Aha, bunun gəlib type-ını soruşanda, type deyil, mötərizədə A yazanda, mənə deyir ki, int tipində, yəni integer. Integer nədir? Tam tip. Tam ədədlər. Məsələn, 1, 2, 5. Burada PDF-də göstəreyim sizə. Biz bir iki açılıb. Burada değil. Yəni nəzəriyyəni açıram ki, oxuya-oxuya. Kimsə qatıldı. Aydın gəlirsə, uşaqlar, baxın tam tiplər. Bu şəkildə olacaq. Və belə deyək. İkinci hissədə. Baxın, bu tapşırıqda, bu sənətdə evdə nə edirsiniz? Bu şəkildə bax qoymuşam. Bunu sadəcə yazacaqsınız Python-a eləmək istəsəz. Yox olacaqsınız ki, yəni sizə nə deyək? Bu formada. Tam tiplər, yəni 1, 2, 3, yəni 11, 12, integer bu şəkildə yazılır. Int tipi deməkdir, tam tip deməkdir. Daha sonra bizim var float tipimiz. Uşaqlar, float tipi kəsr ədədlərdir. Belə deyək, bu səfər yazıram, B bərabərdir, məsələn, 0,2. Yəni, integerdən type-ını soruşuram. Type. Hə, B-ni soruşmalıyım, uşaqlar. Dəqiqə. Baxın, deyək class float. Nihat, burada nəsə problem var. Başa düşmədiyim bir şey var. Xeyr, müəllim, aydın. Sonra uşaqlar, buna həm də deyirlər float tipinə həqiqi tip. Elə float olaraq da yazılır. Kəsr ədədlər, burada kəsr ədədlər də göstərir. Alt tamamla dəyiş. Bu şəkildə yazılacaq, bu şəkildə də soruşulacaq. Sonra gəldik sətr tipinə. Sətr tipi yazı tipidir. Yazılar. Məsələn, yazıram, bu səfərdə A bərabərdir. Sətr tipi uşaqlar dırnaqda yazılır. Azərbaycan dilindəyim. Məsəl üçün yazaq Azərbaycan. Uşaqlar, burada Ə hərfi yazılmır. Mən Ə hərfini bassamda yazılmayacaq. Sual qoyulacaq yerinə. Məsələn, amma buradakı Word-də yazıb onu kopyalayıb gətirəndə, yəni sən onu Word-də yazıb Ə hərfin sözü Python-a kopyalayıb gətirə bilərsən. Belə deyək. Amma burada Ə hərfini bassan yazılmayacaq. Nə də dırnağı da oradan kopyalama. Oradakı dırnaq da burada işləmir. Bunu da klassın type-ını soruşanda, hansı sinifə aid olduğunu soruşmaq istəyəndə, saniyə, buna elə bir eləsin, ifadətini gətirsin, deyəcək. Deyək ki, sətr tipində. Sətr tipində olduğunu deyək, yəni string. Bu şəkildə.
Aha, sonra məntiqi tipimiz var. Məntiqi tipimiz uşaqlar true false idi. Yəni burada da e, necə götürəcək? True, yəni bildik doğru qiymət alır, false yalan qiymət alır. Məsələn, bu çox sadədir. Məsələn, A bərabərdir, true deyirəm. Həmişə də böyük hərflə yazılır. Kiçik hərflə yazılanda götürmür. Peki. Bax, bu şəkildə. Yəni, düzgün yazan kimi aktivləşir ki, hə, düzgün yazın. Yəni, bunun yenə type-ını soruşanda mənə boolean tipi olduğunu deyir. Baxın, burada da qeyd eləmişəm. Yaxşımı? Bu aralıq soruşmadır. Bunu başqa bir dərsdə mən daha ətraflı izah edəcəm bu striklərlə əlaqədar bir dərsimiz olacaq. Sonra uşaqlar, siyahı tipimiz var. Siyahı tipimiz kvadrat mötərizənin içərisində yazılır. Yaxşımı? Siyahı tipi elə bir tipdir ki, ora bütün bu yuxarıda gördüyümüz tipləri daxil eləmək olur. Hətta özünü də daxil eləmək olur, belə deyim. Məsələn, belə yazaq. A bərabərdir. Kvadrat mötərizəni yazıb, içərisinə məsələn yazıram 10 vergül, nə bilim, 3.2. 3.2 Səid hansı tip oldu? Float. Bəli, float. Daha sonra daxilinə məsələn, bu yuxarıdakı buradan da istifadə edə bilərəm. Azərbaycana götürək. Ctrl-C eləyib. Buradan vergül qoyulur. Bu şəkildə bura Ctrl-V eləyə bilərəm. Daha sonra vergüldən sonra true da yaza bilərəm. Bu şəkildə. Yəni, bu tipi də daxil elədik içinə. Hətta təzədən burada kvadrat mötərizə açıb, onun daxilindən nəsə əlavə bir şey yaza bilər. Yəni, burada gəlib mən bunun tipini soruşsam, prosta bu nə bir oldu? Hə, bağlamamışam. Baxın, burada elə bildim, bax, bağlanmamışdı. Aha, indi soruşa bilərəm. Type A desəm, bunu götürsəm elə. Deyəcək ki, list tipindədir. Yaxşımı? List tipində olduğunu bildirir. Uşaqlar, yanınızda dəftər bıçqa var. Yəni, yazı yaza biləcəksiniz, yoxsa mən burada Word-də qeyd edeyim. İçindən səs gəlmir. Qeyd eləsəz yaxşı olar demə. Hı. Yəni, buradan bunu da gözlə. Hı. Deməli, uşaqlar, bu tiplər var. Həm də bizim tam tipin həqiqi tipə çevrilməsi var. Yəni, testlərdə bu qeyd ki, tip çevrilmələri deyək. Başda kimi qeyd edirəm, tip çevrilmələri. Sadəcə vaxt gedəcək mən qeyd edəsəm. Aha, bu şəkildə. Yazdıq bunu. Məsəl üçün, birinci gəlir tam tip. Tam tip hansı tip idi? Səid. Səid. Hə, müəllimə. İnt tipi idi Səid. Tam tip. Bəli də. Hı -hı. Qoymadı. Hə. Sonra, uşaqlar, məsəl üçün, yazdım int tipində A bərabərdir ona. Bu şəkildə. İndi mən bunu çevirmək istəyirəm. Float tipinə. Necə çevirəcəm? Sadəcə float yazıram. Baxın. Bu şəkildə.
Mötərizə atıram. Bu tipə çevirmək istədiyim ədədi daha doğrusu. Ədədi necə deyirlər? Daxil edirəm bura. Bunda ədədi də dəyişənə mənimsətmişəm. Düzdürmü? Hansı dəyişənin? A dəyişəninə. Enter'i vururam. Mənə onu nöqtə sıfır kimi qaytarır. Yəni, float tipinə çevirildi. Ondan nə oldu? İlk tipi float tipinə çevrilir kimi götürdük. Bunu da kopyalayım. Tamam, yapışdır. Deməli, yazıram ki, int tipi float çevrilir. Bir saniye. Aha. Bəs e, bu A dəyişəni 10 int tipi görəsən sətr tipinə çevrilirmi? O zaman str yazacağım. Yəni, bunlar Zəhra başa düşürsən? Str A yazacağım. Str A yazandan sonra baxın, onu bu səfər də dırnaqda yazdı. Onda belə çıxır ki, int tipi sətr tipinə də çevrilir. Yaxşımı? Bunu da yapışdıraq. Yazıram ki, int tipi sətr tipinə çevrilir. Aha. Daha sonra onda bir deməli belə çıxdı ki, int tipi həm polad tipinə, həqiqi tipə, həm də sətr tipinə çevrilə bilir. Yaxşımı? Bəs görək həqiqi tiplər nəyə çevrilə bilir? Mən bir dənə bunu təmizləyim, açım. Çünki yazmaq mümkün deyil. Hı. Yenidən başlayıram. Bu səfər də A dəyişəninə indi int tipi yox, hansı tipi yoxlayıram? Həqiqi tiplər görək nəyə çevrilir? Həqiqi tip hansı idi? Aytər, float tipi. Bu şəkildə. Məsələn, yazıram ki, A bərabərdir 3,7. Bu şəkildə yazdım. Aşağı düşürəm. İndi gəlin bunu çevirək int tipinə görə. İnt tipinə çevriləndə. Uşaqlar, bunu int tipinə çevriləndə mən deyirəm ki, çevriləcək çevrilməyinə. Amma nə baş verəcək? Tam tiplər nəyi idi? Nəyi yox idi? Yəni kəsri olmayacaqdı. Mən 7-ni keçirdilər 3-ün yanına. 37 kimi verirəm. Yox. Onu eləmək istəyirəm. Bu Pythonda iki device bölməsi var idi, çıbıqlı bölmə, 2 dənə. Neynirdi o? Tam hissəni götürürdü. Tam tip, tam hissəni. Yəni, 7-ni kəsib atacaq uşaqlar. Belə yazaq. Int mötərizədə A bu şəkildə yazdım. Enter'i bastım. Baxın, mənə 3-ü qaytarır. Yəni, 7-ni kəsib atacaq. Ctrl V. Burada yazırıq ki, tam tip, yox, həqiqi tip. Buradan yazmaq.
Həqiqi tip tam və çevrilir. Yaxşımı? Yaxşı, bəs görək başqa hansı tipə çevrilə bilər? Bir də uşaqlar tam tip sətr tipinə çevrilə bilər. Aha, belə yazaq. A bərabərdir. A-nı da zaten yazmışam. İndi sətr A yazıram. İndi belə yazdım. İndi bunlar hamısını belə kopyalayayım atalım. Ctrl C. İndi buna da yazırıq ki, tam tip, yox, flat bir sətr tipinə çevrilir. Teşekkür. Sual olan var? Yox, əla. İndi biraz qəlizləşir uşaqlar. Belə deyim. Bizim var sətr tipimiz, düzdürmü? İş burasıdır ki, bu sətr tipi həm içində ədədlərə aiddir. İçində ədəd varsa, göstərəcəm. Yazaq sətr tipi yerə. Sətr. Sətr tipi sətr. Yazıram sətr tipində A bərabərdir. Məsələn, dırnaqda bunu tam tipə necə çevirəcəm? Int yazacağım. A yazacağım. Enter vuracağım. Bax, keçirdəcək tam tipə. Uşaqlar, bax, bunu bir dənə qayda olaraq yadda saxlayırıq. Bunu götürək, bu tərəfə atalım. İş burasıdır ki, sətr tipi bəli, tam adədə keçir. Sətr, tipir, tam, bu Azərbaycan tipə, amma içində ədəd olsun. Yəni, hərf olsa, məsələn, mən söz yazsam, onu keçirməyəcək. Baxın, A bərabərdir, dırnaqda yazıram ki, məsələn, salam. Bunu yazdım. Düşürəm aşağı, deyirəm ki, int A. Baxın, bu mənə error verir. Gördünüz. Bunun belə, yəni, bunu 2-yə çəkməyəcək. Bunu da yazım, yapışdırım. Ben de X koyarım bura sonra. Daha sonra uşaqlar nəyə keçir? Bəli, sətr tipi flat tipinə də keçir. Məsələn, bunu A-nı buradan götür. Amma yenə də içində ədəd olmalıdır. Yəni, yazı olsa keçməyəcək. Məsələn, düşürəm aşağı, yazıram A, yox. Flat mötərizədə A. Yəni, bunu keçir flat tipinə. Bəli, bu keçəcək. Yaxşımı? Bu şəkildə. İndi bunların sözlərini də yazacağım. Vaxt getməsin deyə daha indi yazmadım. Daha sonra uşaqlar, sətr tipi
e, belə deyək, intel çevrilmir. Əgər içində rəqəm varsa çevriləcək, peki içində rəqəm yoxdursa, söz yazılıbsa, onu mən int-ə çevirə bilmirəm. Amma son olaraq da bunu qeyd edeyim ki, burada məsələn belə bir şey var. Salamı elə götürək, kontrol çevireyim, gətirim bura. List tipinə çevirə bilirəm. List tipinə də necə çevirəcəm? Belə deyəcəm. List, mötərizədə, baxın, gedəcək salamı bu şəkildə hərf-hərf böləcək, mənim üçün gətirəcək. Başa düşdük. Sual var. Leyla, Ayten, başa düşürsünüz. Yani Aha. Daha sonra bir dənə belə bir şey deyim. Sətir tipi yox. Siyah. List tipi də son olaraq. Dedi. Ha. List tipi də bu görünür bir şey. Bunu bağlayayım uşaqlar. Təzəsini çək. List tipi də ancaq sətir tipinə çevrilə bilir. Yəni başqa tipə çevrilə bilmir. Bunu da bu şəkildə qeyd edirəm. Məsəl üçün, axırıncı nə yazdım? Bunu götürək. Yerə o tərəfdən kopyalayaydım. Bunu götürdüm. Burada A dəyişə A bərabərdir. Bu şəkildə bunu yapışdıraq bura. Daha sonra belə deyim. Setir A. A bu şəkildə çevrilməyəcək. Gedəcək, bütün dırnağı götürəcək, dırnaqda kənarlarından dırnaq atacaq. Mötərizəni götürəcək, bütün kənarlarından necə deyərlər, bu şəkildə yazacaq. Yəni, bu şəkildə yazılan cavabı bu formada çıxacaq. İndi onun içərisində join falan var. Ona görə o biraz uzun gedəcək izahı. Uşaqlar. Vaxtı olmayan var hal-hazırda. Yəni, hamının vaxtı varsa izah edeyim. benim Məsələn, indi split deyək. Split'i izah edeyim. İzah elədikcə daha sonra bu siyahı ilə ancaq necə sətrə çevrilir, onu izah edəcəm. Amma bunu da qeyd edeyim ki, bu şəkildə götürsün. Bu da belə görünmüş olacaq. Bunu da ataq bura. Onu da izahını yazarıq. Orada. Daha sonra indi belə deyək. Məsələn, götürək nəyi? Split. Məsəl üçün, yazıram ki, nəsə böyük bir söz yazaq. A bərabərdir, dırnaqda. Yazıram Azərbaycan. Bu şəkildə yazdım. Aha. Və deyirəm ki, split. A nöqtə split. Split girəcək. Harda A hərfinə rast gələcəksə, A-nı götürəcək, həmin hissədən sözü böləcək. Yaxşımı? Bir də bunu qeyd edək ki, böyük A ilə kiçik A fərqlənir. Bunu da yazaram oradan. Və deyirəm split. Split. Mötərizədə A. Bunu belə elədim.
Hə, uşaqlar, dəqiqə düzəltmək olur burada. Dırnaqlarımı tutun. Uşaqlar, birinci yazdığım dəyişəndir. Yəni, get bu A dəyişəni. Buna B də qoysam, bura B yazacağam məsələn. İkinci yazdığım isə bu A hərflərinə müraciət edirəm. Bu. Bölük. İndi Enter-i vuranda, baxın. Bu şəkildə olmuş olacaq. Başa düşdük. Məsələn, sizə bir dənə tapşırıq verirəm, bu eləyib. Bura yazıram ki, A bərabərdir, B bərabərdir yazıram bu səfər. Dırnaqda bizim məşhur sözümüz var. Testlərə düşən. Madagaskar. Dırnağı bağlayıram. Deyirəm ki, bunu A, yox, bu səfər B yazacağım. Özüm də çaşdım. B nöqtə split mötərizədə get A'lardan ayır Madagaskar sözü. Necə olacaq? Yazın atın görüm hələ. Necə edəcəksiniz? Hı. Tat bölməsinə yazın. Hı -hı. İndi mən bilmədim axı orada sığmaqlığını da ayrı yazdı, yoxsa birləşik yazdı. Orada mənim almayan yerləri ayırıb da. Hı. Yaxşı. Aha. Leyla, Zəhra, onlar daha qəşəng yazıb. Mənim, məndə biraz səhvlik oldu ki, boşluğu səhv qoydum bir yerdə, mənim o da səhv oldu. Belə düz yazmışam mən, Düz amma yazmış. orada hə, qısımın arasında Yox, düz yazan sənsən. Zəhra dəyişik yazıb bu səfər. Yəni, indi baxaq buna. Enter verirəm. Bu şəkildə. Gördük. İndi bilirik ki, list tipi məsəl üçün bir burada yazsam list mötərizədə bir yazsam bunu çevirməyəcək. Bu şəkildə yazacaq. Düzdürmü? Və belə deyək, uşaqlar. Mən bunu hansı metodla çevirə bilərəm list tipinə? Join metodu ilə də yüklənər. Yazaq. Yazıram. Deyirəm ki, join metodunu necə yazacağam? Dırnaq açıram, qabaqcadan. Buna. Nöqtə join.
Bak, join deyim. Burada özü çıxır. Join. Mötərizə açıram. Bu hardaydı? Gərək mən bunu mənimsədəm uşaqlar. Nöqtə B yazırım bir dəqiqə. Bunu kontrol. Götürəm. Dəqiqə. Bu belə daha yazılsa daha yaxşı olar. Enter deyirəm. Baxın, bu səfər neynədik? List tipini hansı tipindən çevirə bildik? Setir tipinə, join tipinə. Yaxşımı? List tipin join metodu ilə çevirdim. Bura qeyd edək, bunu götürək. Bunların hamısını götürürəm. Buradan götürürəm. Uşaqlar, indi belə yazıram. Bu join-u dəyişirəm. Burada Madagaskar yazmışıq ha. Mən yazıram ki, biraz çətin olacaq, amma yazıram da. Yaxşı, biraz asan yazacağım. Dırnaqdan, dırnağı açdım. Yazıram ulduz. Ulduz, join. Mötərizədə B. Nə yazılacaq? Nə demək istəyir? Bilən var aramızda. Çar qarşılığı. D-nin yerinə B yazacaqdı. Yox, bir dəqiqə. Aralarına ulduzlar atır. Aralarına bəli ulduzlar atır. Amma belə yazaq da. Görməli bu işləyəcək. Gəlir. Bəli. Gələcək hər hərfdən sonra arasına ulduz atacaq. Başa düşdük. Sual var. Uşaqlar, dərsimiz bu qədər. Bura, məsəl üçün, join-in içinə DS də qoya bilərsən. İşarə də qoya bilərsən. Yəni, nə istəsən qoya bilərsən. Gedəcək, hərflərin arasına bunu atacaq. Necəsə gedir, list tipin hərflərin arasındakilərin boşluqlar, boşluq heç nə qoymur. Birləşdirir, join. Burada da indi deyirəm ki, ulduz qoy, ulduz qoyacaq. Yəni, join-in yazılışında bu şəkildə yadda saxlayın. Buradan geçelim. Aha. Vaxtınız varsa dəyişənlərdən test verin. Dəyişənlərə aid. Eləmək istəyirsinizsə eləyək. Yəni, mənim yarısında ingilis dilim var, ona görə çıxmaq məcburiyyətindəyəm. Yaxşı. Yəni, mənim də onda dərsim var, ona görə getməliyəm. Aha, oldu. Onda uşaqlar. Dərsimiz bura qədər olsun. Gələn dərsdə, gələn səfərdə bu qədər məşğul olaraq. Zaten. Peki. Sağ olun ben. Yaxşı, sağ olun. Çıxa bilərsiniz. Eleman. Sağ ol.